bir çox anaların ümid yerisiz. Yəni gedək, ora getsək, Narınc xanımı görsək düzələr deyə düşünürlər və bunda da haqlıdırlar. Biz möcüzəvi aparatlardan tez-tez danışırıq. Autizm. Biz deyirik ki, autizm xəstəlik deyil, aydındır. Amma autizmin çox böyük fəsadları vardır və bu vaxtında aradan qaldırılmazsa nəticəsi nə olar, onu hər kəs çox yaxşı bilir. Möcüzəvi aparatlar yardım autizmə nə dərəcədə edə bilir? Və ya mən bilirəm ki, sizdə autizmin şiddət ölçülməsi testi var, siz onunla qoyursunuz diaqnoz və ya müalicəyə. Bu nə qədər qalıcıdır? Geri qayıda bilirmi autizm, yoxsa bir dəfəlik kökündənmi? Bu sualları çünki yenə deyirəm, çox böyük problemdir və analar inanıram ki, çox diqqətlə sizi izləyəcəklər. Aprel ayı ümumiyyətlə autizm fərqindəliyi ayıdır və bu ayda artıq bitirdiyim ayın birinə keçdi. Hətta mən bugün də autizmlə bağlı uşaqlarla bir yerdə festivaldaydım. Elə ona görə mavi giyinmişəm. Çox gözəl. Əlamətdar bir gün idi. Balalarımız çox sevindilər, çox xoş oldu. Dəyərli bir tədbir idi və onu vurğulamaq istəyirəm ki, autizm spektrində orada müzakirə olanda çox dəyərli mütəxəssislər, belə deyək də, hörmət etdiyim insanlar, düzdür, bu sahədə mütəxəssis deyirlər, başqa öz sahələrində mütəxəssislər fikir söyləyir ki, aparatların autizmə nə təsiri ola bilər ki, bu xəstəlikdir də, xəstəlikdirsə nə edəcəklər ki, həmin xəstəliyə necə bir təsir edəcəklərmi? İnsan tanımadığı, bilmədiyi bir şey haqqında fikir yürütməyə doğrudan da çox asandır, amma içinə girdikdə və bunu öyrəndikdə, araşdırdıqda bu sahəni, Allaha şükür, hər bir informasiya bugün tapıla biləndir, əl çatılandır və kifayət qədər bununla bağlı tədqiqatlar var, yəni rəsmiləşmiş. Bununla bağlı təsdiqi, artıq FDA bunu təsdiqləyib ki, bu, belə deyək, bu uşaqların inkişafında, təkcə autizm yox, diqqət əksikliğində, hiperaktivliyində, inkişaf geriliğində istifadə oluna bilinən cihazlardır. Bizdə 7-dən çox cihazımız var, 8-ci daxil oldu artıq sıralarına. Çox hər gözəl. bir aparatın, bəzən valideyn gəlir, deyir, mən bu aparatı istəyirəm, bunu görmüşəm sizdə, hansısa bir sosial şəbəkənizdə, bu mənə istəyirəm övladıma. Elə şey yoxdur. Birinci olaraq o xəritəsini çıxardırıq. Hansı aparat uyğundursa sizin övladınıza. Məsələn, autizmdə ən çox özünə qapanmanı düzəldir bu cihazlar, göz kontaktının zəif olmasını, sonra onlarda diqqət zəifliyi, bir də autizm spektrinin 30%-ında yaddaş zəifliyi, əqli inkişafdan geriliyi yaranır. Və o həmin inkişafdan geri qalmanı, qavramanı gücləndirməyə kömək edir. Məsələn, elə aparat var ki, baxırıq, görürük ki, məsələn, qavraması zəifdir, birinci o mərkəzlə işləyirik. Ya da məsələn, autizm spektrində görürük ki, özünə qapanması var və məsələn, alfasını yüksəldirir. Bu cihazlar nə iş görür? Elə bir düşünün, beyin dalğalarını alır, cihaza yönləndirir və oradakı aparılan işləm sayəsində yenidən feedback, yəni geri qayıtma, yəni bumerang kimi düşünün, atırsan və dönür, dəyişim olunaraq sənə geri normal şəkildə qayıdır və davamlı beyin gimnastikasıdır, beyin idmanıdır. Yəni düşünün ki, siz idmana gedirsiniz, bir 2 aydan sonra siz idmanla davamlı məşğul olsanız, qolunuzda əzəllər möhkəmlənməyə başlayacaq, müəyyən bədənimizin nahiyələrində. Beyin də gimnastikası odur. Məsələn, siz bunu 1 ay, 20 gün, 25 gün eləyəndə əzəllər möhkəmlənir. İdmanda möhkəmləndiyi kimi beyin hüceyrələri də güclənməyə başlayır. Və bu zaman gücləndikcə, gücü artdıqca görəcəyi iş də artmağa başlayır. Mən həmişə izah edirəm, deyirəm, psixoloq, logoped, düşün ki, bir prorabdır. Sənin üçün, sən ona yaxşı güclü fəhlə versən, onun tikəcəyi ev villadır. Sən ona zəif fəhlə versən, axsaq, işləyə bilməyə, bu nə baş verəcək? Onun tikəcəyi evdə daxma olacaq. Psixoloq, logopedə nə qədər təlimə gedən uşaqlar var ki, uşaqda inkişaf zəif gedir qabağa. Çünki beyin hüceyrələri bunu ala bilmir. Məsələn, bu cihazlar bizə dəstəkdir, köməkdir ki, özü də dərmansız olması biraz da valideynlər üçün sevimlidir. Yəni, çünki bugün hər şeyimiz kimyadır, yeməyimiz, içməyimiz, havamız və bu zaman valideynlər daha çox üstünlük verir və çox da gözəl geri bildirimli. 35 ildə dünyada istifadə olunur. Amerika kimi ölkədə yaradılmış bir cihazdır. Yəni, belə çox, heç tanınmayan, bilinməyən bir şey deyil. Sadəcə Azərbaycan üçün yenidir və 5 ildə Azərbaycana biz gətirmişik bunu. Və hətta mənim keçən səfər bir valideynim gəlib, 7 il bundan qabaq mənim pasiyentim olub və çox da gözəl düzəldir.
düzəlib, indi o bir uşağı gətirib, deyir, görürəm aparatlarınızı o vaxt tətbiq eləmirdiniz. Mən əminəm ki, o vaxtda deyir, biz 6 aya gəldik, düzəldik. Deyir, əminəm ki, o aparatla indi balaca uşağında problem. Bunu 2 aya deyir, düzəldəcəyiz. Mən Layla xan verişində də deyir, görürəm. Deyirəm, həqiqətən elədir. Öncəki illərdə aldığım nəticə aparatlar sayəsində 2 qat daha tez alınmağa başlayır. Bəli. Yəni özünüz də görürsünüz. Məsələn, bir ay elə uşaq gəlir ki, görürsə quzu balasıdır. Çox sakin. Əvvəlki o aləmi dağda hiperaktiv uşaq. Təbii ki, sizin dəyişimlərə söz ola bilməz. Biz tamam fərqli uşaqlar görürük burada. Amma bu məsələ, qalıcılıq məsələsi çox vacibdir bizə. Bəli. Aparatda müsbət tərəfi odur ki, döyəcləyirik. Yəni, alınan nəticə geri qayıdım yoxdur. Yəni, bu dərman kimi deyil də. Məsələn, dərman içən müddətdə valideyn deyir ki, uşaq sakitləşir, dərman bitdi, yenə başladı. Və ya dərman içir, altına islatmağı düzəlir, dərmanı kəsirəm, yenə bu uşaqda qayıtdı. Aparatlarla qalıcı olacaq. Aparatda qalıcıdır, qalıcı tamam, nəticədir. çox gözəl. Bunun cavabı bizim üçün çox önəmlidir. Siz düşünün ki, siz xəstəsiz, qrip olmusunuz. Mən sizə sağaldandan sonra, yəni yenidən işə çıxandan sonra yenidən qrip olmursa, ödünüz, nə bilim, başqa bir yeriniz bir xəstəliyi tapdı. Onu sağalanı əməliyyat elədi. Yenidən o problem geri qayıtmır ki, bu da elə bir şeydir. Yəni burada dərmanın təsiri ilə deyil. Burada birbaşa beyinlə işlədik. Zəif hüceyrəni gücləndiririk. Zəif hüceyra gücləndən sonra yenidən gücünü itirmir. Əksinə digər hüceyrələri də stimul edir. Bir şey soruşum. Autizmlə məsələn yaxa qurtarmaq üçün gedən bu yol nə qədər çəkir? Uzun yoldumu, qısa yoldumu? Digərləri kimi indi 2 dəfə də sürətli olsa nə qədər? Məsələn, ilmi aparır, yarım ilmi aparır? Yoxsa burada məsələn siz bəzi uşaqların yaddaş geriliyini tez bir zamanda, IQ-sünü qaldır? Yaddaş geriliyi ümumiyyətlə tez düzəlir. Çox tez. Yoxsa onlar kimi qısa 1 ay, 2 ay içində mi bitirirsiniz? 3-4 yaşına qədər gəlinəndə ümumiyyətlə nəticə %100 və çox tez qısa müddətdə olur. Yəni 2-4 yaşında gələn bir uşağın autizm spektrından inkar olunmasını və ya bugün məktəbə gedə bilməməsini görməmişəm bu 17 illik təcrübəmdə. Sadəcə belə bir şey var. Autizm spektr niyə deyilir? Rəngin, məsələn, düşünün bir qırmızı rəngdir. Qırmızı rəngin nə qədər çaları var? Çox tünd olanda tünd qan rəngi qırmızı olur. Bir də var qırmızının çox açıq tonları. Autizm spektri odur. Çox tünd olan qırmızı autizm spektri var. Çox yüngül, çox açıq qırmızı rəngdə olan autizm spektri var. Və biz qoymamalıyıq ki, o qatılaşsın, tündləşsin. Əlamətlər nə qədər azdırsa, üzərinə düşəriksə, yəni məsələn bir proqramı mən 2 ay təyin eləyirəm əsasən. 2 aya çox gözəl nəticələr ala bilirik. Və daha erkən müdaxilə, bu gün biz bar-bar bağırırıq ki, erkən müdaxilə, yəni sən bunu gördün, mənim uşağıma autizm diaqnozu qoyulmayıb, əlamət görüblər, gözlüyüm sonra üstünə düşərəm deyil. Əlamət gördün, artıq göz kontaktı qurmur, bu uşaq niyə qurmur? Bayaq biz bura müraciətə bir ata gəlib, deyir ki, mən gördüm ki, mən qardaşımın balası, bunun 3 yaşı var, artıq hər şey danışır, gülür, oynayır, amma mənim övladım eləmir. Valideyn müqayisə eləsin uşağın. Həyətdəki eyni yaşıd uşaqlarla fərq görürsə, üstünə düşməyi lazımdır. Tamam. Təşəkkür edirəm Narınc xanım. Çox ətraflı bir açıqlama verdiniz. Həqiqətən bilirsiniz, bu alqışlanacaq durumdur. Niyə? Çünki körpələrdən söhbət, onların gələcəyindən söhbət gedir. Onları bundan tez xilas etmək lazımdır. Narınc xanım bu işdə sizə yardım edir, əziz valideynlər. Gedin, məsləhətlərini alın və bu sözü də unutmayaq ki, 3-4 yaşına qədər 100% və çox tez biz buna qalib gələ bilirik. Odur ki, gecikdirməyin balalarınızı.